Donald Trump dediyini etdi və John Kennedy'nin qətli ilə bağlı bütün sənədləri məxfilikdən çıxardı. Bununla belə işi elə tələsik gördülər ki, sənədlərdəki bir çox şəxsi məlumatlar ört-basdır olunmadı və indi ABŞ-da ciddi qalmaqal yaşanır. Bir neçə yüz keçmiş xüsusi xidmət əməkdaşı tamamilə ifşa olunub. Üstəlik, əvvəlki məxfilikdən çıxarmalara baxanda bu dəfə hər şey tamamilə struktursuz təqdim edilib. Müxtəlif dövrlərə aid 64 min səhifə ardıcıllıq, əhəmiyyət dərəcəsi və bir-birini təksib edən qeydlərə işarə edilmədən bir topa şəklində yayımlanıb. Belə materialı neyron şəbəkəyə də yükləmək çətindir, təkcə xərcindən yox, həm də arxivlərin yaşına görə bir çox sənəddə tarix və adlar silinib, bəziləri isə həkim əlyazısı ilə yazılıb. Bütün bunlara baxmayaraq, ortaya heç bir manipulyasiya olmadan xam sənədlərin də çıxması maraqlıdır. Sensasiya doğuracaq brilyantı tapmaq indi daha həyəcanlıdır. Məhz bununla hazırda məşğuluq və bəlkə də artıq ilkini aşkarlamışıq. Söhbət 1975-ci ilə aid 693 səhifəlik Mərkəzi Kəşfiyyat İdarəsi hesabatından gedir. Növbəti dəqiqələrdə bir həftə ərzində oxuya bildiklərimizi bölüşəcəyik. Təbii ki, hələ hamısına baxmamışıq. Ona görə Kennedy işi üzrə məxfilikdən çıxarılanlar silsiləsi görmək istəyirsinizsə, şərhlər də yazın. İndi isə hadisələrin və rəsmi versiyanın qısa icmalı təqdim edirik. John F. Kennedy 22 noyabr 1963-cü ildə Birinci Dünya Müharibəsi dövrünə aid Karkano tüfəngindən atəşlə öldürüldü. Baş və yeganə şübhəli 2 il SSR-də yaşamış keçmiş dəniz piyadası Lee Harvey Oswald idi. O, atışmadan 45 dəqiqə sonra revolverlə polis zabitini qətlə yetirməkdə ittiham olunaraq saxlanıldı. Hadisəni araşdırmaq üçün yaradılan Warren komissiyası Oswald'i tək başına təqsirli saydı. Lakin bugün Amerikalıların 70%-i rəsmi versiyaya inanmır. Buna görə də yeni sənədlərə maraq böyükdür. Sənədlərin əhəmiyyətli hissəsi Oswald ilə SSR arasındakı əlaqənin təhlilinə həsr olunub. Doğrusu, adamın 2 il SSR-də yaşaması, Sovet vətəndaşı Marina Prusakova ilə evlənib ABŞ-a qayıtması, üstəlik cəmi il yarım sonra prezident sui-qəsdi törətməsi çoxlarının şübhəsini çəkirdi. Üstəlik, MKN-in bəzi sənədlərinə görə Sovet qadınları casusluqdan imtina etsələr, ölkədən buraxılmırdı. Lakin yeni sənədlərdən aydın olur ki, nə Oswald, nə də Marina Prusakova KGB agenti olublar. MK onları 1990-lara qədər şübhə altında saxlayırdı. Amma SSR-i dağıldıqdan sonra Rusiya öz arxivlərini açdı və KGB-nin Oswald'ı etibarsız sayaraq cəlb etməkdən imtina etdiyi, ölkədən çıxış vizasını isə heç bir dəyəri olmadığı üçün verdiyi təsdiqləndi. 20 noyabr 1991-ci il tarixli məlumatda KGB əməkdaşı Slava Oswald'ı açıqca istedadsız adlandırır. Bununla yanaşı, yeni paketin maraqlı epizodları da var. Məsələn, Kennedy qətlə yetiriləndən dərhal sonra ABŞ-ın Avstraliyadakı səfirliyinə Polşalı sürücü kimi təqdim olunan bir nəfər zəng edib, sui-qəsdin SSR tərəfindən maliyyələşdiyini və baş üçün $100.000 mükafat qoyulduğunu deyib. MKN-in Melbourne-daki rəhbəri zəngidəni axtarsa da, həmin şəxsin psixi xəstə olduğu ortaya çıxıb. Bununla belə, Avstraliya Təhlükəsizlik Xidmətinin başçısı Sir Charles Spree MKN-dən bu araşdırmanın məxfi saxlanmasını xahiş etmişdi. Həmin fakt yalnız indi açıqlanıb. Eyni şəkildə KGB-dən qaçaraq 1961-64-cü illərdə MK-yə işləyən Sovet casusu Anatoli Golitsinin müsahibəsi də indi üzə çıxıb. Golitsin MK-ni köhnəlmiş xidmət adlandırır və qeyd edir ki, KGB ilə mübarizədə uduzur. O, hətta John Kennedy'yə xüsusi hesabat hazırlamış, Oswald'ın şübhəli olduğunu vurğulamışdı. Üstəlik, Golitsin MK-yə SSR-nin 1960 seçkilərini qazanacağı təqdirdə Richard Nixonu öldürmək istədiyini eyhamla bildirirdi. Daha qəribə olay. KGB-nin digər qaçağı Yuri Ivanoviç Nosenko 1962-də MK-yə təslim olub. 1964-dən etibarən 3 il həbsdə saxlanılıb və Kennedy araşdırması da daxil olmaqla müxtəlif mövzularda dindirilib. O, ciddi məlumat verməyib, amma vergilərlə maliyyələşən səfərlərlə 2 dəfə Florida kurortlarına aparılıb və MK hesabına ona yüngül əxlaqlı qadınlar tutulub. Sənədlərdə qəbizlər belə yer alır.
MKN-in peşəkar işinə birazdan yenə qayıdacağıq. Hələlik ən müəmmalı sənədlərdən birinə, Sergey Çernaxvos dosyesinə baxaq. Orada yazılır ki, o tezdən John Kennedy-ni öldürəcək. Həmçinin Martin Luther King-in də qətlə yetiriləcəyini proqnozlaşdırıb və doğrudan da belə olub. Qərb internetində artıq fırtına qopub. Güya arxada SSR-i dayanırmış və MK xəbərdarlıqları qulaq ardına vurub. Üstəlik yeni sənədlər Oswald'in sui-qəsddən az əvvəl SSR-nin Meksikadakı səfirliyinə səfəri zamanı xüsusilə izləndiyini göstərir. Lakin eyni fayllarda MK-nın təqib etdiyi təxminən 50 başqa adam da var. Soyuq müharibə və casus qorxu pikdə idi. Ona görə də MK-nı tam günahlandırmaq çətindir. Əksinə, sənədlər 1964-cü ildə elan edilən rəsmi versiyanı daha inandırıcı edir. Oswald'dan başqa ikinci atıcıya və ya atış məsafəsində silahlı kiməsə dəlil tapılmayıb. Yenə də bir sui-qəsd nəzəriyyəsi puç oldu. Çünki güllə təkcə Kennedy-ni deyil, Texas qubernatoru John Connolly-ni də yaralamışdı. Skeptiklərsə bunu iki fərqli atəşlə izah edirdi. İndi açıqlanan ballistik ekspertiza göstərir ki, hər iki məmur eyni güllədən yara alıb. Kennedy-yə dəyən zərbə ölümcül olub. Sui-qəsd həvəskarlarında qalan son asanlıq isə 1967-ci il MK memorandumudur. Orada ABŞ ordusunun kəşfiyyat zabiti Gri Underhill'in Kennedy-nin öldürülməsindən sonra Vaşinqtondan qaçıb, dostuna qətli MK-nın içindəki kiçik bir qrup törədib deməsi qeyd olunub. Yarım ildən az sonra Underhill Vaşinqtondakı mənzilində ölü tapılıb. Ölüm intihar kimi qeydə alınıb. Amma həmin araşdırma onun Kennedy işi ilə əlaqəsini əhəmiyyətsiz saymışdı. Rəsmi dairədə Kennedy ilə MK arasında gərginlik az qala gizlədilsə də, sənədlər onların açıq-aşkar düşmənçilik etdiklərini göstərir. Prezidentin müşaviri Arthur Schlesinger, MK-ni ABŞ xarici siyasətini zəbt etməkdə, agentlərinin Fransadakı səfirliklərdə oturub, prezidentə və dövlət departamentinə mane olmaqda iddia edir. Sənədlərdə həmçinin 1975-ci il daxili MK hesabatı var. Qurumun səlahiyyəti aşdığı halları toplamaq tapşırılmışdı və nəticə 693 səhifəyə çatıb. Burada Kennedy haqqında kitab yazan müəllifləri izləməkdən tutmuş, daha ağır cinayətlərə qədər hər şey var. Qeyd etdiyimiz Sergey Çernaxvos sonradan onun üzərində narkotik sınaqları aparıldığı üçün MK-ni məhkəməyə verəcək. Həmin hesabatda yenidən üzə çıxır. Latın Amerikasında MK-nin qadınlarda, tələbələrdə və işçilərdə qeyri-arzu olunan hökumətlərə qarşı təbliğat aparması, ABŞ vətəndaşlarının hüquqlarını pozaraq anti-kommunist dinləmələr təşkil etməsi, kommunist damğası vurulan hər kəsi təqib etməsi, pulları fərsiz xərcləməsi, bütün bunlar da açıqlanıb. Hətta Yapon Kommunist Partiyasının nüfuzdan salmaq üçün Real KPJ-yə sızmaq, sonra da gənc kommunistlərin SSR səfirliyi ilə əlaqələrini ifşa edərək həm onları, həm də partiyanı yığmaq əməliyyatı belə var. Bütün bunların Kennedy işinə dəqiq necə bağlı olduğu tam aydın olmasa da, 11 sentyabrdan sonra ABŞ-ın hər tərəfə eyni anda hədəf almasına bənzər vəziyyət yarandığı təəssüratı doğurur. Kennedy ilə bağlı ən çox gözlənilən sənədlərdən biri Donuz körfəzi əməliyyatının real hesabatı da açılıb. ABŞ-ın Fidel Castro-nu devirmək cəhdi fəlakətlə nəticələndikdə, Kennedy qəzəblənmiş, müşaviri Schlesinger MK-nın tam islahatı üçün qanun layihəsi hazırlamışdı. MK-nın heç də ürəyinə yatmayan iş. Beləliklə, yeni sənədlər xeyli maraqlı detal versə də, ümumi mənzərə dəyişməz qalır. Tarixçilərin əksəriyyəti rəsmi versiyanı dəstəkləyir. Sənədlər göstərir ki, Oswald'ı SSR-i rədd edib, KGB-yə cəlb etməyib. Hətta arvadı Marina ifadələri ilə onu bastırıb. Oswald Kennedy-dən əvvəl istefada olan general Edwin Walkerə də hücum etmiş. Orada da məçeyinin izi görünmür. Digər tərəfdən, məçeyini günahlandırmaq istəyənlər üçün də yem var. Sağ əlli Gri Underhill'in sol tərəfdə tapılan silahla intiharı, Donuz körfəzində məçeyi ilə prezident arasında açıq hüşmənçilik və s. Hələ mafiyanın Kennedy siyasətindən narazılığını təsdiqləyən sənədlərə toxunmamışıq. Beləliklə, mövqeylər dəyişmir. Müxtəlif nəzəriyyələrin tərəfdarları öz fikrində qalır.
Bizə isə McCain-in casusları necə fahişələrlə təmin etdiyini, Yaponiyada 2 qat oyun qurduğunu, KGB-ni necə verbavat etdiyini göstərən xeyli material qalır. Sənədlərin daha dərin təhlilini görmək istəyirsinizsə, şərhlərdə yazın. Hələlik.